xoş gördük, əziz müdavimlər və sertifikasiya hazırlaşan müəllimlər. Bugün mən sizlər üçün 9-cu sinif texnologiya dərsliyindən birinci mövzunun geniş şəkildə ətraflı izahını vermək istəyirəm. Deməli, məişət mədəniyyəti. Mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları. Məsələn, davranış mədəniyyəti var, ünsiyyət mədəniyyəti var. Bu haqqında sizə geniş video çəkərək məlumat verəcəm. Hər bir şagird mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarını bilməlidir. Təkcə bu şagirdlərə aiddir, bu bütün insanlara aiddir ki, ümumiyyətlə mədəniyyət müəssisələrində davranış və ünsiyyət qaydalarına əməl etmək hər birimizin borcudur. Bəs yaxşı, belə bir sual çıxır. Hansı müəssisələr mədəniyyət müəssisələri adlanır? Ümumiyyətlə mədəniyyət müəssisələri təyinatına görə 3 yerə bölünür. Bunun birincisinə aiddir. Mədəni maarifləndirici müəssisələr, kitabxanalar, muzeylər, parklar, heyvanxanalar, istirahət mərkəzləri. İkincisinə aiddir sərgi zalları, bura aiddir sərgilər, bir də qalereyalar. Üçüncüsünə aiddir isə teatr baxış müəssisələri. Teatr baxış müəssisələrinə teatr, konsert zalları, sirklər aid edilir. Bəs yaxşı, davranış mədəniyyəti nə deməkdir? Gəlin birinci ona nəzər yetirək. Davranış mədəniyyəti insanların birgə yaşayış zamanı, nə olduğu insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda, qanunlar, fərqli şəraitdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. Yəni, fərqli şərait, hansı şəraitdə olursan ol, ətrafdakılarla qayda və qanunlara riayət edilərək, əməl edilərək ünsiyyət qurmağı bacarmalısan. Bəs davranış mədəniyyəti ümumiyyətlə 9 hissəyə bölünür. Bunlardan biri düzgünlükdür. Düzgünlük nədir? Doğru danışmağa meyl etmək, doğrunu sevmək. Məsələn, biz burada açar söz olaraq d-ları götürə bilərik. Düzgünlük də d ilə başlayır, doğru da d ilə başlayır. Doğrunu sevməkdə bu da d hərfi ilə başlayır. Yəni, d götürərək biz tapa bilərik ki, məsələn, doğru danışmağa meyl etmək, doğrunu sevmək nədir? D varsa burada, deməli, bu düzgünlükdən söhbət gedir. Keçək digərinə, səmimilik. Səmimilik nədir? Dürüstlüyün təzahürüdür. İnsani hiss, duyğularla digərlərinə yanaşma və bu hisslərin sözlərlə onlara çatdırılmasıdır. Əgər hiss sözü testlərdə qarşınıza çıxarsa, bilin ki, bu səmimilikdir. Səmimilik, yəni burada deyil, insani hiss, yenə üstündən keçirəm, duyğular və digərlərinə yanaşma, hisslərini sözlərlə onlara çatdırılmasıdır. Bəs tələbkarlıq nədir? Tələbkarın şəxsiyyətin formalaşmasının göstəricisidir. Bu bir. İkincisi özünə qarşı tələbkarlıq var. Düzdür, bu sizi çaşdıra bilər. Məsələn, özünə qarşı tələbkarlıq şəxsiyyətin daima öz dünya görüşünü genişlənməsi və yeni faydalı biliklərlə zənginləşdirilməsi yolunda apardığı işdir. Şəxsiyyətin daima sözü gördünüzsə, dünya görüşü sözü gördünüzsə və faydalı biliklərlə zənginləşdirməsi yolunda apardığı işdir. Yəni, bu bir növ nadinc insandır. Sözün yaxşı mənasında nadinc insandır. Bir yerdə dayanmır, daima öz üzərində araşdırma aparır. Yəni, bu araşdırmacı insandır. Daima öz dünya görüşünü genişləndirir, özünə yeni faydalı biliklər artırır və bu yolda apardığı işdir. Tələbkarlıq isə şəxsiyyətin formalaşmasının artıq göstəricisidir. Özünü tələbkarlıq, yenə deyirəm ki, öz üzərində daima çalışqan insan nəzərdə tutulur. Bəs ləyaqət nədir? Ləyaqət mənəvi əxlaqi kateqoriyadır. Onun əsas məğzi şəxsiyyət və özünə hörmətdir. Özünə hörmət deyəndə ləyaqət nəzərdə tutulur. Diqqətli isə fikrin, görmənin, eşitmənin kimə və nəyəsə yönəldilməsidir. Ümumiyyətlə, əziz müəllimlər, testlərdə qayğıkeşliklə xeyirxahlığı çox zaman səhv salırlar, çaşırlar müəllimlər. Məsələn, qayğıkeşlik belədir ki, başqasına kömək etməyə hər zaman hazır olmaq. Hazır, yəni startdadır da bu insan. Start vəziyyətindədir. Xeyirxahlıq isə ünsiyyət mədəniyyətinə aid edilir. Kiməsə yaxşılıq etmək bacarığıdır. Yəni, bu kiməsə artıq yaxşılıq edir. Məsələn, qayğıkeşlik isə başqasına kömək etməyə hər zaman hazır, yəni start vəziyyətindədir. Dözümlülük nədir bəs? Dözümlülük fiziki və mənəvi təsir zamanı öz hisslərinə bir sözlə sahib çıxmaqdır. Yəni, fiziki və mənəvi təsir zamanı səbirli olmaq, ümumiyyətlə, ətrafda hansı bir hadisə baş verirsə, ətraf mühitin canlıya, məsələn, etdiyi təsir zamanı, belə deyək də, özünə idarə etmək bacarığıdır.
Yəni özünü idarə etmə nə oldu? Fərdi keyfiyyətlərin sayəsində, müdaxilə və ya kömək olmadan müstəqil şəkildə bu özünü idarə etməyə mən səhv oxudum. Fiziki və mənəvi təsir zamanı səbirli olmaq. Deməli, səbirli olmaq ətraf mühitin canlıya təsir edən həddini, mən aşağı hissəni oxudum. Əslində səhv düşdüm, üzr sayın. Canlıya təsirini qoruyub saxlamaqdır. Bu özünü idarə etməkdir ki, fərdi keyfiyyətlərin sayəsində müdaxilə olmadan, kömək olmadan öz işinin öhdəsindən özünün gəlməsidir. Öz işinin öhdəsindən özünü gəlmək deyəndə özünü idarə etmə nəzərdə tutulur. Ümumiyyətlə, əgər biz sivil dövlət yaratmaq üçün müasirləşməyə can atmaq lazımdır deyiriksə, məsələn, bu ilk addım ünsiyyət mədəniyyətindən başlayır. Yəni, insanların bir-biri arasında ünsiyyəti sağlam şəkildədirsə, bəli, artıq sivil dövlətdən söhbət gedə bilər, müasir cəmiyyətdən söhbət gedə bilər. Bəs insanlar arasında mədəni əlaqələrin qurulmasında ünsiyyət mədəniyyətinin də böyük əhəmiyyət kəsb edir və ünsiyyət mədəniyyətinin də dedikdə, məsələn, burada aşağı hissədə yazmışam 1 və 2-də bunlar nəzərdə tutulur. Ətrafdakı insanların xüsusiyyət, hərəkət, davranışlarına doğru qiymətləndirmək. Yəni, qərəzsiz qiymətləndirmək. İkinci, vacib ünsiyyət bacarıqlarına yiyələnmək. Ünsiyyət qurduğun insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaq. Yəni, hər insan fərqli düşüncədədir, yəni fərqli fikrə sahibdir, ona qarşı aqressiyalı deyil, fərdi keyfiyyətlərini nəzərə alaraq, yəni bu hər tərəfli, fərdi keyfiyyət sözü gedirsə, yəni bu hər tərəfli nəzərdə tutulur. Ümumiyyətlə, ünsiyyət mədəniyyətini yenə deyirəm ki, xeyirxahlıq, kiməsə yaxşılıq etmək bacarığıdır. Yenə diqqətinizə çatdırım ki, qayğıkeşlikdən fərqlidir. Yəni artıq bu bacarır, bu edir. Xeyirxahlıq nədir? Belə yadımıza saxlayaq ki, edir. Daha sonra davranış mədəniyyətinin 2 dənə deməli qaydası olduğu, birinci qaydası olduğu insanlarla birgə yaşayış zamanı əməl edəcəkləri qayda, qanunlar, fərqli şəraitdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. Digəri isə nədir? İnsanlara hörmətlə yanaşmaq və düzgün rəftar etmək. Ümumiyyətlə, ünsiyyət mədəniyyətinin biri də mərifətdir ki, mərifət, belə deyim ki, insanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət edilməsidir. Yəni, hansı situasiyaya düşürsən, düş, müəyyən edilmiş qaydalar var ki, sən ona riayət etməyə məcbursan. Ədəbli olmaq, qeyd etmək istəyirəm ki, ümumiyyətlə təkcə ədəb qaydalarını bilmək deyil, həm də insanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Münasibətin ölçüsünü hiss etmək deyəndə ədəblik nəzərdə tutulur. Ümumiyyətlə, müraciət zamanı gözlənilən ədəb və mərifət isə nəzakətlik deməkdir. Yəni, nəzakətlik 2 təcəssümü var, ədəb və mərifətdən söhbət gedir. Ümumiyyətlə, ünsiyyət qura bilmək qabiliyyəti hər kəs malik olmur. Buna baxmayaraq, sözlər necə rəftar edilməsinə biganə qalmaq olmaz. Ucadan deyilən söz bütün zamanlarda ünsiyyət qurmaq və insanlara təsir etmək üçün böyük vasitə olmuşdur. Məhz söhbət əsnasında həm söhbətimizi tanıyırıq, bizdə ona qarşı intellekti, mədəniyyəti və davranışı barədə ilkin məlumat formalaşdırır. Ona görə də davranış mədəniyyəti və ünsiyyət mədəniyyəti də bilmək vacibdir. Ümumiyyətlə, bu tip testlər MİQ və MİQ-də ümumiyyətlə daha tez düşür və burada uyğunlaşdırma formasında da düşür. Çalışmaq lazımdır ki, buna həmən asan deməyək, bu davranış mədəniyyəti və ünsiyyət mədəniyyətində diqqətlə yəni dinləyək və özümüz bildiyimiz şəkildə qavrayaq. Və hörmətli müəllimlər, sizlər də MİQ və sertifikasiyadan yüksək nəticə əldə etmək istəyirsinizsə, aşağıda qeyd edilən nömrələrlə, yəni nömrə ilə əlaqə saxlaya bilərsiniz.